Şamaxı xanlığı yaranan zaman biz dedik ki, burada iki hakimiyyətlik yaranmışdı. Neçənci ilə qədər bu iki hakimiyyətlik davam edir? 1763-ə qədər iki hakimiyyətlik davam eləmişdi. Bəs nə idi o iki hakimiyyətlik? Mütəvətti nəyə iki şəxs idarə edirdi? Bəli, iki nəfər. Nəyə görə yaranmışdı o iki hakimiyyətlik? Səbəb nə idi yaranmasının? Ayrılmışdı iki yerə. Yox. Bax, oradan 1734-cü ildə Nadir Şah demirik, xan deyirik. Şamaxını dağıtmışdı, əhalisini də hara keçirtmişdi? Bəli, yeni Şamaxıya keçirtmişdi, Ağsuya. Ona görə köhnə Şamaxıda hakimiyyətdə qalır Məhəmməd Səid və ağası qardaşları. Bir də Ağsuda, yeni Şamaxıda isə Hacı Məhəmməd Əli xan qalır hakimiyyətdə. Bunlar arasında mübarizə davam edir. Bir də orada niyə əhali cəzalandırmışdı ki? Niyə dağıtmışdı əhali cəzalandırmaq üçün Şamaxı xanlığını? Şamaxının şəhərini. Çünki Osmanlı Səfəvi müharibələrində orada Şamaxılılar Surxay xanın hakimiyyətini tanımışdılar. Osmanlıya kömək edirdilər. Ona görə Nadir, yenə deyirəm, xan deyildi. Çünki nə vaxt şah elan edib özünü? 34-də hələ xan idi. Nə vaxt şah olub Nadir? Nə vaxt Sudovşanda özünü şah elan etmişdi, Muğan Qurultayından sonra? Qarşı çıxanlarda sürgün etmişdi. Sürgün etmişdi. Qarabağ orada tayfalarından onun hakimiyyətinə qarşı çıxanları sürgün elətdirmişdi. Bəs nə vaxt özünü şah elan etmişdi Nadir xan? 1736-da. 34-də Şamaxı şəhərini dağıdanda ona görə deyirik ki, biz orada o hələ ki xandır, şah deyə bilmərik. Testlərdə şaşdırıcı düşsə, bunu bilmirəm. 36-dan sonra biz onu şah kimi götürə bilərik. Şamaxı şəhərinin dağıtması nəticəsində, əhalinin köçürülməsi nəticəsində yaranan iki hakimiyyətliyə görə bu Şamaxı xanı biz iki hakimiyyətli xanlıq deyik. Bəs başqa hansı xanlıqda iki hakimiyyətlik var idi? Bir də Gəncədə var idi, ondan da birazdan danışarıq. İndi 1763-cü ildə kim qalib gəldi? Köhnə Şamaxı yoxsa yeni Şamaxı? Köhnə Şamaxıda deməli hakimiyyətdə kim idi? Məhəmməd Səid, bir də qardaşı. Ağası qardaşı, bəli. Ağası qardaşları hakimiyyətdə idi. Onlar da qalib gəldilər. Vahid, artıq 1763-cü ildə biz nə dedik? Vahid Şamaxı xanlığı. Vahid Şamaxı xanlığı yarandı 1763-cü ildə. İndi, bəs ümumiyyətlə deməli, Şamaxı xanlığının ərazisi xəritə olaraq Azərbaycanın hansı hissəsindədir? Şimal-Şərq torpaqlarındadır. Şimal-Şərq torpağında Şirvan bəylərbəyliyi var idi, düzdür? Bəs Şirvan bəylərbəyliyi ilə Şamaxıdan başqa hansı xanlıqlar daxil idi? Bakı, Dərbənd, Şamaxı, Quba. Necə ki, biz demişdik, Qarabağ bəylərbəyliyi daxil idi, Gəncə və Qarabağın özü. Burada da Şirvan bəylərbəyliyi daxil idi, Quba, Bakı, Dərbənd, Şamaxının özü. Bunlar Şirvan bəylərbəyliyi daxil idi. İki hakimiyyətlik dedik ki, başa çatdı, ləğv edildi. Bəs bu iki hakimiyyətlik olan vaxtı xanlığa nə kimi ziyan var idi iki hakimiyyətliyin? Hücumlardan qoruya bilmədi, yəni xanlıq idi. Bəli, hücumların qarşılamaq çətin olurdu iki hakimiyyətlik olduğu üçün. Nəhayətdə Sərkərlər sülaləsinin idarə etdiyi Vahid Şamaxı xanlığı yarandı. Bəs yaxşı, Şamaxı xanlığı yarandıqdan sonra kim idi ki, bu ərazini tutub özünə paytaxt elan etmək istəyirdi? Quba Fətəli xanlığı Şirvanlı. Bəli. 68-də. Və bölüşürlər. 68-də bölüşmürlər. Nə vaxt bölüşürlər? Neçənci ildə birləşib tuturlar Şamaxını? 1767-də ikisi birləşib tutur. Düzdür? 67-də tuturlar. Şəki xanı ilə Qubalı Fətəli xan birləşib tuturlar. Əslində biz demişdik ki, Şəki xanlığının Şamaxıya hücumu var idi. Neçənci ildə idi Şəkinin özünün tək hücumu? O da 1755-də idi. Şəki dərsinin içində var idi xanlığının. 1755-ci ildə Şamaxıya uğursuz olmuşdu, yadında uğursuz yürüyüşüydü. Sonra 68-də Quba 68-də nə oldu? Quba Şəkiləndəki Şamaxı torpaqlarını alıb özünü birləşdirdi. Bəli, əvvəlcə bəs Şəkiyə demişdik ki, Şəkinin birinci özünün tək Şamaxıya hücumu uğursuz olmuşdu. Çünki Quba xanlığı o vaxtı Şamaxı xanlığına kömək etmişdi. Ona görə də Şəki uğursuz olmuşdu. Sonra isə yadındadırsa, ümumiyyətlə Quba ilə Şamaxı arasında bir müqavilə var idi. Quba Şamaxını nədən qoruyurdu? Şamaxı nə üçün Quba xanlığına xərac ödəyirdi? Çünki Quba xanlığı onu hücumlardan qoruyurdu. Şimal hücumlarından qoruyurdu. Sonra isə Şəki xan deyir ki, sən Quba xanlığına xərac vermə, mən sənin tərəfində olacağam, kömək edəcəm. O da çıxır əvvəlcə. Bəli, o xəracı dayandırır. Sonra isə Quba xanı Şəki xanlığı öz tərəfindən çəkir, birlikdə hücum edirlər Şamaxı xanlığının üzərinə. Əvvəlcə aralarında bölüşdürürlər. 68-ci ildə isə tamamilə bəli, Quba xanlığından asılı vəziyyətə düşür. Nə vaxta qədər Quba xanlığından asılı vəziyyətdə qalır bəs? 1789-da Quba Fətəli xanın ölümündən. Bəli, Fətəli xanın ölümünə qədər də ondan asılı vəziyyətdə